Hər kəsi salamlayıram və ümid edirəm ki, yaxşısınız, enerjiləriniz qaydasındadır. Bugün biz sizinlə münasibətlə bağlı bir açılım eləyəcəyik. Çünki münasibətlə bağlı çoxdandır bir açılım eləmirik. Açılımımızın adı budur: qarşı tərəf niyə addım atmır? Əgər hal-hazırda danışmadığınız, ümumiyyətlə ayrıldığınız biri varsa, düşünürsünüzsə ki, bu insan niyə ayrılır, niyə mənə yazmır, niyə addım atmır, baxır mənə, follow eləyir, nə bilim, stokluyur və s. amma niyə addım atmır deyirsinizsə, o zaman bu açılım sizə görədir. İlk öncə istəyirəm ki, negativ enerjiləri təmizləyən bu xurumuzla kartlarımızın negativ enerjisini təmizləyək və kartlarımızdakı bütün ağır enerjilərin, kartlarımızdakı bütün bizə aid olmayan bütün qaranlıq enerjilərin ayrılmağına, təmizlənməyinə niyyət edək. Və qeyd edim ki, bu xurlar çox önəmlidir evinizin və ümumiyyətlə kartlarınızın, ümumiyyətlə əşyalarınızın enerjisini təmizləməkdə. Ona görə də mütləq şəkildə hər zaman orijinal bu xurlardan istifadə edin. Belə. Və mən birinci dəstəmi yerləşdirirəm bura. Mən ikinci dəstəmi yerləşdirirəm bura. Və mən üçüncü dəstəni yerləşdirirəm bura. Və ağlınızdakı şəxsi niyyət edirsiniz. Ağlınızdakı şəxslə münasibətinizi ağlınızdan bir daha keçirirsiniz və öz dəstənizi tutursunuz. Ağlımdakı insan niyə addım atmır, yoxa çıxıb, yoxsa nə baş verir ki, bu adam birdən-birə əlaqəsi kəsilib mənlə. Belə, mən başlayıram. Gəlin sizi münasibətə ümumilikdə bir baxaq. Necə bir münasibət içərisində idiniz? Necə bir münasibətiniz var idi? Sizin ağlınızdakı şəxsin adını deyin. Hal-hazırda bilirsinizsə anasının adını deyin, yaşını deyin və öz adınızı. Ağlınızdakı şəxslə münasibətiniz necə idi? Sizin əslində aranızdakı olan insanla olan münasibətiniz, mən görürəm ki, daha belə ciddi danışıqlar üzərində olub. Yəni ki, sizin münasibətinizdə burada aziz və tılsım şövalyəsi, bu insan onsuz da ciddi, ağır təbiətli bir insan olub və bu insan hər zaman öz ailəsindən və ya sizin ailə olandan sonraki durumunuzdan danışır və ya siz ailə olmuşsunuz. Çünki bu insan öz inancları olan, öz belə ciddiyyətini qoruyan bir insandır. Öz düşüncə tərzi var və belə bir uşaq xarakterli bir insan kimi görsənmir burada birinci dəstəni seçənlər. Və bu insanla siz danışırsınız, sizin münasibətiniz, evlənərik, ailə olarıq və yaxud da ailəsində olan hadisələr. Yəni ki, bu insanla sizin olan münasibətinizdə burada tılsım şövalyəsi bir şeylər sizə hətta vədlər verib və bu insan ümumiyyətlə siz belə tanımırsınız ki, biraz tənbəl ola bilər, biraz gec addımlar ata bilər, amma belə ciddi bir kişi enerjisindəsiniz. Əgər bir bəy olaraq siz buna baxırsınızsa, burada deyərdim ki, sizin də aranızda eyni dediyim kimi bəzən evlilik haqqında WhatsApp üzərində və yaxud da Instagram üzərindən bir-birinə evliliklə bağlı, ailə olmaqla bağlı storylər göndərmişsiniz bəlkə bir müəyyən xoşbəxt cütlükləri bir-birinizə repost eləmişsiniz ki, bax necə xoşbəxt ailələr var, biz də ola bilərdik və bəzən bir-birinizə xoşbəxt, sizi güldürəcək şeylər, bəlkə könlünüzü açan şeylər göndərmişsiniz eyni zamanda və maddiyyatla bağlı, ümumiyyətlə yeniliklərlə bağlı, həyatla bağlı bir çox şeyləri bir-birinizdən öyrəndiyinizi görürəm mən. Yəni, sanki bir-birinizin gözünü açan, bir-birinizin yönünü dəyişdirən, bir şeyləri bir-birinə izah edən bir insan enerjisində görsənirsiniz və deyir ki, burada ola bilər ki, hətta sizin bu zamandan əvvəl də bəzi ayrılıq və danışa bilməmə durumlarınız olub, amma siz yenə bir araya dəfələrlə gəlmişsiniz və dəfələrlə siz münasibəti bərpa eləmək bacarmışsınız da bunu, yəni. Ola bilər hal-hazırda baxacağım indi səbəbi nədir. Ümumiyyətlə belə bir durum ola bilər. Mən də yaza bilmirəm, o da yaza bilmir. Sanki əli qolu bağlayan bir şeylər var, amma yazma istəyi, danışma istəyi, söhbət eləmək istəyi bunlar var. Gəlin görək, yəni münasibətinizdə bir ciddiyyət və bir olğunluq görürəm. Yəni bir uşaq münasibəti kimi görsənmədi, bir belə dalğalı bir münasibət kimi görünmədi. İndi baxaq görək. Yaxşı.
Bəs nə üçün siz münasibətiniz kəsilib? Bəs nə üçün sizin münasibət kəsildi? Bəs nə üçün sizin münasibət kəsildi? Baxın, burada ya siz, ya qarşı tərəf evli ola bilər. Evli ola bilər və yaxud da ki, evin içərisində. Çünki burada xüsusilə də ailə, köklər, yurt dediyiniz, ev olduğunuz o yerdə, yəni hər kəsin özünə aid olan o evdə bəzi, necə deyərlər, anlaşmazlıqlar və uyğunsuzluqların olduğunu göstərir kartlar. Ya bu insan evlidir, ya siz evlisiniz, ya ikiniz də ayrı-ayrılıqda evlisiniz. Və yaxud da bu insan sizə ailəsinə deyib, amma ailədə müəyyən problemlər yaşanıb. Yəni, ailəyə bağlı durumların olduğunu görürəm. Xüsusilə burada hər ikinizin çox egolu olduğunu və hətta sizin ikinizin də danışmağı başlayanda bir-birinizə belə qulaq asmadığınız mübahisələr zamanı hər ikiniz ümumiyyətlə özünü sevən insanlarsınız. Hər ikiniz mənim dediyim olsun deyən insanlarsınız. Hər ikinizdə dominant xarakter və idarə etmə xarakteri də var. Bunu da deyərdim. Aranızda üçüncü şəxslər, müxtəlif insanların müdaxiləsi, bəzən yalanlar, bəzən acı sözlər, yəni yanlış anlamalar daha çox mən deyərdim ki, var. Yəni ki, siz tutaq ki, ailəniz haqqında lap hər ikiniz sübaysız ola bilər ki, o insan sizə öz ailəsi haqqında desin ki, mənim ailəm belə şeyləri istəmir, qəbul eləmir. Siz də deyirsiniz ki, yox, mən buna uyğunlaşa bilmərəm, sizin aranızda mübahisə çıxdı. Və yaxud da bu insan sizə ailəsi haqqında danışırdı ki, belə olacaq, sonra fərqli bir şey dedi, siz də dediniz ki, yalan danışımsan sən mənə, axı sən mənə bu cür deməmişdin. Bax, belə bir mübahisə, münaqişəli, yanlış anlaşılmalı bəzi davalar ola bilər və yaxud da ki, ailədə bacının, nə bilim, xalanın, əminin, dayının münasibətə girişi ola bilər və bəzi mübahisəli ortamlar yarada bilər. Aranızda bir qılınc şövalyesi. Qılıncımla kəsərəm, doğrayaram, sərtəm, qılınc edilisi yalan danışmışam, bəzi şeylərin arxasında gizlənmişəm, bəzi həqiqətləri gizlətmişəm enerjisində. Və xüsusilə də bütün bunlara baxmayaraq, ya yaxın zamanda, ya da ki, ümumiyyətlə deyir ki, sizin aranızda müəyyən bir dəngələr ola bilər, biz necədir? Bu insan ola bilər ki, sizi sadəcə sakitləşdirmək üçün nəyisə yalan danışmış ola bilər. Yəni, belə deyək də, böyük davaları veşsizliyə vurmaq olur da, məsələn, böyük bir problem var, veşsizliyə vurdu, qucaqladı, öpdü, getdi. Böyük bir davadır, veşsizliyə vuruldu. Və yaxud da ki, əslində eləyə bilməyəcək bir şeyə vəd vermək. Ki, tək ki, sakitçilik olsun və huzur yaransın. Amma mövzu gəlib qərar anına çıxanda, mövzu gəlib real bir hərəkətə çıxanda bir döngü yəni. Yəni, hər şey əla, super falan, amma gəlirik ki, biz çıxırıq hansı ana ki, biz o anda artıq müəyyən bir qərar almalıyıq, seçim eləməliyik, nəsə eləməliyik, orada qısır döngüyə düşmə durumları var və münasibətlərinizdə bitiş enerjisindən daha çox qopuqluq görə bilirəm. Davam edir, amma sanki var və yoxdur arasında gedib gəlmə və soyuqluq görürəm. Bir bitiş enerjisi görmürəm. Yaxşı. Yaxşı, baxaq görək qarşı tərəf niyə addım atmır? Qarşı tərəf niyə addım atmır? Qarşı tərəf niyə addım atmır? Bax sən şu işə. Baxın, qarşı tərəf niyə addım atmır dediyimiz anda konkret mənə belə bir cavab verdi. Mən çox duyğusal bir insanam. Mən hər şeyi dramatikləşdirməyi sevən bir insanam. Yəni ki, mən biraz belə duyğularda uçaram, xəyallarda qaçaram, üzgün mahnılara qulaq asaram, biraz özümü xoşlayıram yüzməyi, biraz problemlərə qaçaram, o problemin içərisində belə boğularam, palçığın içərisinə özümü ataram və bu durumda sən məni bilirsən, mən beləyəm. Mənim üçün mən cəsarət yerinə daha ağır addımlarla gələn, biraz da xəyalpərəst bir partnerəm və sən bunu deyir, çox gözəl bilirsən. Mənim deyir, hal-hazırda səninlə bağlı bir gün, bir ay, ayın biri
Mənim sənə zaten bir addımım var. Saat 1 də ola bilər bu arada. Bu insan hal-hazırda öz evində, yəni özünə rahat olan ərazidə, özünə rahat olan, yəni onun üçün orada çox komfortludur, ordayam deyir. Və bu komfortlu olduğum yerdə problemlərimi düşünürəm deyir. Yəni mənim görəsən yenə mi eyni şeyləri yaşayacağam deyə düşündüyüm problemlərim var. Və mən bunları düşünürəm deyir. Səni stalkluyuram, sənə baxıram, izləyirəm, qarşıma çıxırsan, şəkillərini görürəm, videolarına baxıram. Və bəlkə ikinci gün, bəlkə 2 gündən sonra yenə deyirəm, ola bilər 1-i, 11-i, 12-si belə bir tarixlərdə mən sənin hansısa bir şəklinə və ya videona baxıb sənə bir şey yazacağam onsuz da. Sənə bir şey yazacağım. Bu yazdığım şeydə belə kəskin, kobud bir şey olmayacaq. Ya səni təbrik eləyəcəm, ya sənə bir xoş söz deyəcəm, ya sənə xoş bir enerji göndərəcəm də, yəni xoş bir sənə mesaj yazacağam. Və özüm başladacağam. Özüm. İndi mənim bir özgüvənim artıb. Mən özümə güvənməyi öyrənmişəm. Sən mənə öz dəyərli olmağı öyrənmisən. Sadəcə sizin aranızda ya bir üçüncü qadın var, ya da danışılmayan çox böyük bir sir var və sanki qarşı tərəf də bilir, siz də bilirsiniz ki, ortada elə bir şey var ki, orada böyük bir xaos ola bilər. Sakit də. Yəni siz onu sanki sakit saxlayırsınız, amma bilirsiniz ki, orada böyük bir xaotik problem var. Yəni yenə deyirəm, ya bu insan evli ola bilər, ya siz yəni orada böyük bir problem var və düşmən ola bilmə, böyük bir qarşı durma yarana biləcək bir vəziyyət var. Amma sakitdir, hal-hazırda sakitliyini qoruyan bir şeydir. Və eyni zamanda ola bilər ki, sizin bir-birinizə qarşı bir şeylər gizlədir və bir şeylər çevirir düşüncəsi də ola bilər. Bir işlər çevirir bu. Məncə mən bilirəm. Yəni bu insan ümumiyyətlə biraz çox bilmiş adamdır. Biraz belə izləyər, eləyər falan, danışmaz, hər şeydən xəbəri olar deyir. Heç nədən xəbərim yox idi, bilmirəm. Məsələn, sizi izləyər, bilər, baxar, görər siz hardasınız, necəsiniz, amma siz danışanda ki, bugün filan yerə getdim, doğrudan heç xəbərim yoxdur. Halbuki özü gedib bəlkə də əvvəldən oradan görüb, yəni baxıb görüb ki, orada nə var, nə yoxdur. Yəni aranızda sizin sadəcə bilirsiniz nə var? Biraz daha gizli, biraz daha çox bilmiş enerjilər, bir-birinizə qarşı biraz oyun oynama enerjiləri, amma bu oyun oynama da çox da deyərdim ki, saf niyyətli deyil. Yəni biraz belə qılıç beşirsi, çünki deyir ki, sanki hər kəs özünü qorumağa çalışır, hər kəs özünə rahat bir zona yaratır, hər kəs özünün təhlükəsizliyi üçün çalışan bir şeydir. Tamam, yaxşı. Bəs nə olacaq münasibətinizdə? Bu addımdan sonra nə yaşanacaq? Bəli, bir barış olacaq sizin aranızda. Niyə mənə addım atmır deyirsinizsə, 6 burada da bəzilərinizdə 6, 16, 26-lı tarixdə sizə hədiyyə ilə, sizə bir pulla, sizə sanki belə deyək də, ola bilər siz onu nəsə almısınız və yaxud da siz onu nəsə vermisiniz, yəni nəsə pulunu verməyib, ya nəsə borcu var idi, ya siz ona borc, nəsə bir-birinizə aranızda bir alma-vermə dəngəli də bir məsələ olacaq. Bu ayın 6-lı tarixdə olacaq. Ola bilər 1-li zamanda, 2-li zamanda yazar, 6-lı tarixdə görüşərsiniz və bir-birinizə nəsə haqqınız olanı bir-birinizə bölərsiniz, verərsiniz. Bu çox özləm dolu, darıxmaq dolu bir görüş olacaq. Məsələn, münasibətdə mən sevgini görürəm. Amma dediyim kimi, ailə və gizliliklər mövzusu çox ön plandadır. Təbii ki, bu ümumi baxımdır, bu özəl baxım deyil. Ümumi özəl baxım istəyirsinizsə, o zaman WhatsApp-da və Instagram-da yaza bilərsiniz, gün ala bilərsiniz, saat ala bilərsiniz. Və bu birdən-birə olacaq. Sanki ümumiyyətlə bu insan sizinlə danışanda deyir ki, mən şansım açılır və bu insan elə bir zaman gözləyir ki, bir dənə tutacağım o vaxtı ki, mən səninlə görüşəcəm. Yəni sanki bir əlini fürsətin də düşməsini gözləyir. Əslində burada qarşı tərəfin sizə addım atmağını dayandıran yeganə səbəb budur. Fürsət bir dənə düşsün, sənə yazacağam enerjisidir. Birinci dəstə məncə təbii ki, evli insan sevmək bu çətindir, mən anlayıram, amma mən heç kəsə məsləhət görmürəm. Əgər davamlı həyatınızda belə bir durum yaşanırsa, evli biriləri ilə münasibətlər, o zaman bunun şüuraltı səbəbləri var. Bunu bir dəfəlik həyatınızda həll edə bilərsiniz, təbii ki, istəsəniz. İstəsəniz sadəcə bunu deyə bilərsiniz mənə ki, məndə belə bir problem var. Mənim həyatımda olan insan mənə aid olmur və mən əzab çəkirəm. Bunun çox asan bir həll yolu var. Gəlirəm ikinci dəstəyə.
Qarşı ağlınızda bir insan tutun, niyyət eləyin həmin insanın adını, ana adını bilirsinizsə və baxaq görək sizi münasibətə. Kimə niyyət etmişsinizsə, o insanla sizi münasibətə baxaq. Bu birinci dəstənin tam əksinə. Baxın, burada çox gərgin mesajlar aldım. Birinci dəstədə belə böyük bir dava, böyük bir şey yox idi çox, amma burada çox kəskin danışıqlarınız olmuş ola bilər. Birinci növbədə bu insan belə hər şeyi böyüdən, hər şeyi belə qığılcımlandıran və böyük dava yarada biləcək bir insandır və sizin aranızda belə bir çaxnaşma yaradıb. Siz də burada bu situasiyada daha kəskin şəkildə o insana qarşı çıxmısınız və daha kəskin bir formada ona sanki qarşılıq vermisiniz və demisiniz ki, sən mənə bunu deyirsən, mən də sənə bunu deyərəm və aranızda sanki belə bir şey var. Kim yazsa o, nə bilim, ona söyüşmü qoymusunuz, kim yazsa, yəni və yaxud da bir-birinizə ümumiyyətlə bloka atmısınız, yoxsa sanki içinizdə belə bir şey var ki, mən ona yazsam, o mənə acılayacaq, mən ona yazsam, o mənə yazsa, mən ona acılayacaq. Dilim belə çalışdı. Amma bir-birinizə qarşı qəlb qırıcı olmusunuz. Çünki burada qılıc üçlüsü ilə bir-birinizə çox üzmüsünüz, bir-birinizə qarşı çox böyük qəlb yarası açdığınızı görürəm. Mən burada biraz xəyanət ehtimalı da görürəm, açığını desəm. Burada mən yalan ehtimalını da görürəm. Burada mən saman atdan su yeritmə ehtimalını da əslində görürəm. Və burada deyərdim ki, həyat biz necədir? Sanki, baxın, iki dənə burada bir başlanğıc var. Olan başlanğıc münasibətinizin o başlanğıc hissəsi var. Elə başlanğıcdan sanki bir şeylər düzgün deyildi, bir şeylər yanlış idi, bir şeylər yalan idi. Və siz burada dünya kartı ilə tamamlandığınızı hiss elə, amma yalan duyğudur da, yəni bu. Məsəl üçün siz deyirsinizsə ki, o məni tamamlayır, o məni bütün çatışmazlıqlarımı tamamlayır, o məni sakitləşdirir, o məni rahat hiss elədir. Bu yalandır. Bu sizin özünüzə danışdığınız, onun da sizə danışdığı ən böyük yalandır. Heç bir tamamlanma yoxdur aranızda. Mən açığını sizə burada deyim. Aranızda sanki hər dəfə böyük bir başlanğıc olur, sərt, sonra sanki ancaq məntiq üzərində bir şeylər danışılır. Yəni məntiqlə mən bunu deyəcəm, o mənə bunu deyəcək. Yəni münasibətin içərisində sadəcə biclik deməzdim, daha çox öz çıxarlarını düşünmək var. Yaxşı. Qarşı tərəf nə düşünür bəs sizin haqqınızda? Görək qarşı tərəf nə düşünür sizin haqqınızda? Qarşı tərəf nə düşünür sizin haqqınızda? Baxın, qarşı tərəf əslində bilirsiniz necə bir insandır? Belə veçsizlik var biraz qarşı tərəfdə. Qarşı tərəfin bir tərəfi belə deyir, ay yazaram, barışaram, danışaram, böyük xəyallar qurarıq, gedərik xaricə gedərik, ölkə dəyişərik, nə bilim, istirahət eləyərik. Amma bir tərəfi deyir ki, yox, mən nəsə deyəsəm, mən intim istəyirəm də, yəni bu adamla mən sadəcə fiziki olaraq yaxın olmaq istəyirəm. Aydındırmı? Və sanki mən ondan sadəcə istifadə eləmək istəyirəm, sadəcə biraz anımı, əyləncə yaşamaq istəyirəm deyir. Və eyni zamanda bu insanın, baxın, nə etdiyi, nə istədiyi, nə məqsədi olduğu özünə də bəlli deyil. Görürsünüz fikirləri necədir? Bumerangın içərisində, bumerang deyim, labirintin içərisində qalıb. Mən bir addım ataram, labirintin içindəyəm, ən yaxşı heç nə vecimə almayım, yaxşıyım, belə gedim sadəcə. Yəni bu adam siz gəlir məsələn, nəsə həll eləmək lazım. Həll eləmək yerinə öpdü, qucaqladı ya da nəsə yaşadınız, vəsə bitdi. Yəni bu adam bəlkə də ayrılıqda siz görərsiniz ki, bu adam belə özünə baxımlıdır, özünü sevəndir, özünə dəyər verəndir, öz bədənini, görünüşünü falan, bunların hamısına çox belə xüsusi önəm verən bir insandır. Amma eyni zamanda da bu adam biraz içərisində bəzi gizlədiyi və içində həll elədiyi, heç kəsin də kömək istəmədiyi problemi var.
Yəni belə bil ki, içəridə bir şey var, bir nöqtə var. Onu həll edə bilmir və davamlı belə düşünür, həll etməyə çalışır, içinə enir. İçərisində deyir, mən heç kəs onsuz da başa düşməyəcək, mən bunu özüm həll etməliyəm. Bax belə içəridə öz-özünü yeyir və oradan çıxanda deyir, bütün bunlardan da bezdim, bir dənə çıxım çölə və çölə çıxıram, o qaranlığından çölə çıxır, deyir, gedim bir dənə əz alım, əylənim, nə bilim, günümü keçirdim. Bunun biraz başını, yəni bu şeyləri, fikirləri başımdan çıxardım və eyni zamanda sizin münasibətinizdə də ya yad faktorlar var, ya da elə bil ki, münasibətinizdə də kimsə deyir ki, siz nə edirsiniz? Sən nə edirsən? Bu oğlan nə edir? Ümumiyyətlə sizin münasibətiniz nədir? Bax, elə bil kənar müdaxilələr də bu şəkildə var. Və yaxud da ki, elə bil dəstəklənmək yerinə daha çox elədiyinizin adı nədir? Tipik mesajlar da ümumiyyətlə ətrafdan ala bilərsiniz. Yaxşı, ümumiyyətlə baxaq görə bu adam sizi ümumiyyətlə sevirmi? Bu adamın sizə bir sevgi hissi varmı? Bu adamın sizə bir sevgi hissi varmı? Baxın, əzizlərim, bu insanın ən böyük sevgisi, bu insan sizə sevgisi var. Tamam mı? Var sevgisi. Demirəm ki, mən bu insanın sizə sevgisi yoxdur. Amma bu insanın seçənəkləri də çoxdur. Bax, belə, bu çoxlu adamlar, çoxlu qızlar, çoxlu oğlanlar, dəqiq deyil bu insanın həyatında heç nə. Ya yaxşı pul qazanır bu adam, yaxşı pul qazanır, ola bilər. Ya öz işi var, ya maddiyatla bağlı nəsə yaxşı fikirləri var. Amma hal-hazırda işi ilə də bağlı qərarsızlıq içərisindədir. Dövlət rəsmi bir idarədə, onun işi qalıb havada, o bir gözlənti içərisindədir, problemi var. Və o adam birisi necə olub və deyir ki, mənim çoxlu seçənəklərim vardı, mən səni seçdim. Tamam, seçirəm, amma bir tərəfdən də qorxuram. Nə istəyən, bu insan biraz net insan deyil. Bəlkə maddiyyatla bağlı netdir. Amma özünü davamlı qorumada qalan, davamlı arxa planda qalan, davamlı nə istədiyi bilinməyən, belə canının dərdi bilinməyən bir insan kimi görünür kartlarda, açığını desəm. Ola bilər, dediyim kimi, yaxşı işi var, idarə edir, pul qazanır, insanlar onu avtoritar biri kimi tanıyır. Bəlkə siz buna baxanda deyəcəksiniz ki, yox, çox dəqiq adamdır, öz işini. Bu duyğusal tərəfi deyil bu adamın. Bu duyğusal olaraq belədir. İşindədir, işdə belədir. Daxili dünya, aləm, insan münasibətləri də bu adam qarışıqdır. Yaxşı, bu insan sizə niyə addım atmır? Bu insan sizə niyə addım atmır? Bu insan sizə niyə addım atmır? Bu insan deyir ki, sənin məni izlədiyini, məni unutmadığını qəşəng bilirəm. Hər yerdə, insanlarda mənim haqqımda xəbər aldığını, məni fikirləşdiyini və məni axtardığını bilirəm. Elə olmasa belə deyil, mən belə bir fikrimdəyəm də, belə bir şey. Hal-hazırda maddiyatımla daha çox mən məşğulam, pulla daha çox məşğulam. Sizinlə münasibətlərimiz sevərəkdən ayrılmış ola bilər və mən səninlə ayrılandan sonra sadəcə evimə, maddi məsələlərə. Burada da bir başlanğıc ehtimalı olacaq sizdə. Burada da bir başlanğıc ehtimalı, amma biraz bunun üçün zaman lazımdır. Yaxın bir zaman deyil, amma sizin üçün də ya bu insan bir ev alacaq, ya bir evlə bağlı bir məsələsini həll edəcək, ya ümumiyyətlə işlə bağlı, pulla bağlı bir böyük bir layihə həyata keçirəcək. Bir maddiyyatla bağlı bir məsələsində, ola bilər hətta sizin bir işbirliyiniz də ola bilər gələcək zamanda. Bax, belə bir şey. Yaxşı, bu münasibət, bu addımdan sonra hər şey qaydasına düşəcəkmi? Baxaq, görək. Müəyyən bir dəngələmələr olacaq, müəyyən bir... Amma deməzdim ki, mən daimidir bu. Sanki sizin həyatınızda transformasiya, sizin həyatınızda çox xoşbəxt olacağınız günlər gələcək. Çox xoşbəxt olacağınız günlər. Amma sizin üçün böyük bir dəyişim lazımdır. Ya bu insanla bağlı, ya ümumiyyətlə bu insanı dəyişmək. Çünki sizin həyatınızda bir transformasiya mütləqdir. Əgər o transformasiyanı edə bilsəz və çıxa bilsəz həmin o durumdan, sizin evinizdə xoşluq,
rahatlıq, bəxtəvərlik çox olacaq. Sizin ümumiyyətlə gələcəyinizlə bağlı mən sizin üzünüzü gülən görürəm, xoşbəxt görürəm. Amma sizin sanki dəyişməli olduğunuz, sizin sanki öz dəyərinizlə bağlı, özünüzü sevginizlə bağlı, özünüzü qurban etməyinizlə bağlı, fədakarlığınızla bağlı dəyişməli olduğunuz bir şey var. Bunun dəyişimi hardan başlaya bilərsiniz? Mən ayın 22-si ödənişsiz formada bir görüntülü zəngli bir webinar keçirdəcəm. Tamamilə ödənişsizdir. Orada gəlib öyrənə bilərsiniz necə başlamaq lazımdır. Qoşulmaq üçün Instagramda yaza bilərsiniz. İrada Terapi 9-dur Instagram adresim və yaxud da WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. WhatsApp nömrəmi də qeyd eləmişəm. Başlamaq istəyirəm, hardan bilmirəm, keçə bilərsiniz. Oradan izləyərək başlaya bilərsiniz. Gəlirəm indi 3-cü dəstəyə. 3-cü dəstəyə keçəndə bir çayımızdan da qurtumlayaq. Çox danışanda boğazım tutulur axır vaxtlar. Siz kim çox danışır gün ərzində? Sizin də boğazınızda belə problemlər olurmu? Gəlirəm 3-cü dəstə. Yenə də ad tutun, niyyət edin. Kimi niyyət eləmək istəyirsinizsə, həmin insan adını çəkin və deyin, niyyət edirəm filan kəslə münasibətimə. Baxaq, ağlınızda tutduğunuz insanla münasibətinizə, ağlınızda tutduğunuz insanla münasibətinizə baxaq. Qorxular və narahatlıqlar mı var sizin münasibətdə? Ya bir qısqancılıqdır, ya bir şeyləri çox böyütməkdir. Elə bil ki, bir şey sıxarsan, içində tutarsan və tutduqca da içində böyüyər. Məsələn, 100% məni aldadır. Biraz da çox fikirləşərsən, o biraz da böyüyər. Aranızda içəridə qalmış, belə içinə atılmış və orada da qaldıqca böyüyən bəzi şeylər var. Aranızda böyük bir çəkim gücü var, böyük bir ehtiras, böyük bir bir-birinizə fiziki olaraq da, görünüş olaraq da çox bir-birinizi bəyənmə və sanki bir-birinizi görəndə belə hayıl-mayıl olma enerjiləriniz çoxdur. Münasibətinizdə ümumiyyətlə ailə enerjisi çoxdur. Yəni biz necə? Yəni ailəmsən mənim. Belə rahatlığımsan, konforumsan, güvəndiyimsən. Bax, belə bir enerji çoxdur aranızda, belə bir duyğu var. Və sanki hal-hazırda belə bir durum yaşanır ki, tamamlanmış hiss eləyə bilmirəm səninlə. Nəsə olur və mən sanki, baxın, ilk növbədə deyərdim ki, ola bilər bəzilərinizin münasibətinizə negativ biraz enerjilərə təsir göstərmiş ola bilər. Bu da var. İkinci növbədə sizin münasibətiniz ümumiyyətlə burada hamısı demək olar ki, böyük arkanlardır da. Keçmiş həyatlarınızdan da birlikdəsiz. Bəziləriniz üçün ruh eşidir, bəziləriniz üçün karmadır. Yəni ruhlarınız çox dərin əlaqədədir və bir-birinizi çox dərin hiss eləyə bilirsiniz və dərin, yəni siz onu ya tanıyırsınız, o da sizi tanıyır. Bir-birinizə çox dəhşət çəkim hiss eləyirsiniz. Bir-birinizdən hiç danışmamısınız, bəlkə və yaxud danışırsınız, bir ailəsiz və yaxud da sevgisi, amma danışanda elə bilirsiniz ki, elə bu adamla siz bir evdə yaşamısınız. Siz bu adamla bir yerdə böyümüsünüz, bir yerdə, bax, belə bir durumlar var. Və burada xüsusilə də amma bir mövzuda ki, tamamlanacam səndən. Yəni münasibətimizin nəsə çatışmır. O olsa mən səninlə tamam olmuş hiss eləyəcəm. Puzzle kimi dolacam, doyacam, özümü bütövləşmiş. Bunu eləyə bilmirsiniz amma hələ ki. Nədir münasibətlərinizdəki problemə baxaq görək. Nədir münasibətdəki əsas problem? Biraz bir-birinizə arxa dönmələr, sevərək arxa dönmələrdən xüsusilə görürəm. Biraz ego mərkəzli, biraz qırıcı olmaq, biraz kimin daha güclü olduğu savaşı gedir bəzən aranızda. Qarşı tərəfin sizi darıxdığını, sizi çox istədiyini, sizi sevdiyini görürüm. Amma eyni zamanda aranızda kimin idarə etməsi olacaq? Kim idarə eləyəcək? Aramızdakı hökmü kim verəcək? Hökm kimdədir ümumiyyətlə? Belə bir enerji də var. Və burada xanım olan tərəf çox özünü sevən və çox özündən razıdır.
və fərqi yoxdur. Sevir və sevmir, fərqi yoxdur. O arxasını dönür və deyir ki, mən belə bir insanım. Mən özümdən heç nəyə qurban verməyəcəm. Mən özümü fəda eləməyəcəm. Mən beləyəm. Sevirəm, sevmirəm, çox istəyirəm və ümumiyyətlə hər şey arxa dönmüşəm. Görürsünüz, hətta gücə belə arxa dönüb idarə etmə. Mən deyir heç nə idarə etmək belə istəmirəm. Mən orada səni görmürəm. Yəni çox əsəbiyəm. Belə kəskinəm deyir. Qarşı tərəf bəy isə burada daha çox fikirləşir ki, mən nə edeyim, necə eləyim, bunu addım atsam nə olar? Amma darıxmaq, amma belə. Aranızdakı münasibətdə soyuq olan bir xanımla daha içdən yumuşaq, özünü soyuq göstərən bir bəy sanki enerjisi daha çoxdur. Aranızda fiziki məsafə ola bilər hal-hazırda və yaxud da ki, mənəvi bir-birinizə məsafə qoymuş ola bilərsiniz. Yəni sanki aranızda belə bir yol var və o tərəfdədir, siz bu tərəfdəsiz və ora keçə bilmirsiniz. Tamam, yaxşı. Ümumiyyətlə bu adam niyə addım atmır? Qarşı tərəf niyə addım atmır? Qarşı tərəf deyir ki, mən küsmüşəm, incimişəm də nədənsə və sanki özümü qoruyuram hal-hazırda. Müəyyən qədər sənin başa düşməyini istəyirəm, sənin anlamağını istəyirəm. Bəzən gözləyirəm, nəyisə dəyişməyini düşünürəm ki, boşuna gözləyirəm. Amma eyni zamanda mən sadəcə özümü qoruyuram, statusumu qorumaq üçün belə edirəm. Yəni ki, bəlkə mən sənə addım atsam, burada mən bütün statusumu və dominantlığımı itirəcəm. Ona görə addım atmıram ki, mən özümü qorumalıyam burada. Və mən sənin peşmanlığını da, sənin peşmançılığını da bir yerdə gözləyirəm. Amma sən peşman olmaq əvəzin daha çox sərtləşirsən. Mən ədalətli olmağını istəyirəm və sən ədalətsiz davranırsan deyir və sən başa düşmürsən ki, ədalətsizlik eləmirsən. Belə bir qarşı tərəfin sizə qarşı fikirləri var. Yaxşı, addım atacaqmı? Qarşı tərəf addım atacaqmı? Qarşı tərəf hal-hazırda susqun və sakit bir moddadır və ümumiyyətlə hal-hazırda siz əgər bundan addım gözləsəniz, bu adam addım atmayacaq və danışmaq belə istəmir. Danışmaq belə istəmir. Hal-hazırda yaxın bir zaman üçün addım. Amma siz addım ata bilərsiniz. Siz yaza bilərsiniz. Hə, tamam, əla, super olar. Amma o adam özü hal-hazırda deyir ki, mən bəlkə nəsə yalan danışmışam, bəlkə səni incitmişəm, bəlkə belə bir kobudur bir şey. Amma indi sadəcə səni gizli izləyirəm. Sadəcə sənə baxıram. Aramızda danışılmır heç nə, amma hiss edilir. Yəni mən səni hiss eləyirəm, sən də məni hiss eləyirsən. Bizim aramızda danışıq olmasa da, bizim aramızda bir şey var. Narahatam, gərginəm ki, nə olacaq, necə olacaq, amma hal-hazırda mən dayanmışam öz yerimdə. Bəli, biraz egolu. Ego deməzdim də. Yəni sadəcə sizin qarşınızda öz egosunu itirməməyə çalışan bir insan olduğunu görürəm. Və ona görə deyir ki, əgər addım istəyirsənsə bunu sən elə. Çünki mən sənin məni sevmədiyini, yəni sənin mənə qarşı çox soyuq olduğunu görürəm. Yəni sanki sən artıq vecinə deyiləmmiş kimi və yaxud da sən artıq məni saymırsanmışsan kimi bir enerji səndən hiss edirəm və bunun əksini mənə sübut elə. Sübut elə ki, yox, sən məni sayırsan, sübut elə ki, məni sevirsən. Bax belə. Əzizlərim, fikirlərinizi yazarsınız mənə. Çox önəmlidir fikirlərinizi oxumaq. Xahiş edirəm fikirlərinizi yazarkən mədəni, etikadan kənara çıxmayaq, bir-birimizə hörmət eləyək və özümüzün daxilimizdə, evimizdə anamıza, atamıza, ərimizə deyə bilmədiklərimizi də gəlib yorumda bir-birimizə deməyək. Çünki heç kəs sizin problem yaşadığınız insanların proyeksiyaları deyil ki, siz ağırlığınızı, negativinizi tökəsiniz. Özünüzə yaxşı baxın.